Salam hörmətli izləyicilər. Bu dəfəki qonağımız ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramazanoğlu. Şair bəy, xoş gördük. Salam, xoş gördük. Bəy, biz ötən dəfə Rusiya-Ukrayna müharibəsini sizinlə təhlil etdik və Rusiya-Ukrayna müharibəsinin və elə bizim o əslindəki o sonuncu müsahibədən sonra müharibə bir qədər də şiddətləndiğini biz şahidi olduq və sahədə də əslində təbii ki, tərəflər həmi bir-birinə, məsələn, Ukrayna tərəfi Rusiyanın neft emalı zavodlarına zərbələr endirir və ən dərinlikdəki yerlərə zərbələr endirir. Rusiya isə yenə Ukrayna daxilindəki həm qaz məntəqələrinə, bundan əlavə hətta dünən SOCAR-ın da səhv eləmirəmsə kişi yanacaq doldurma məntəqəsini və elektrik stansiyalarını demək olar ki, vurub sıradan çıxartmağa çalışır. Eyni zamanda sahədə də biz müharibənin şiddətliyini görürük. Məsəl üçün Rusiya tərəfi qeyd elədi ki, Konstantinovkanı işğal eləyiblər, Kramatorsk və Slavyansk istiqaməti çox ağır vəziyyətdədir. Xarkovdan 60 yaşayış məntəqəsini Ukrayna tərəfi boşaltdı təhlükəsizliyi üçün. Dnepropetrovskdən ən azından bir 23 yaşayış məntəqəsi boşaldıldı. Bundan əlavə bunlar informasiya olsun deyə, yəni ən azından izləyicilər də bilsinlər ki, yəni proseslər ən azından bilsinlər hansı səviyyədədir. Və bundan əlavə biz müəyyən mənada Ukrayna ordusu bəzi yerlərdə ümumiyyətlə məsəl üçün Konstantinovkanın işğal edilmədiyini qeyd eləyir, amma hər halda yəni sahədə də biz müharibənin daha da şiddətləndiyinin şahidi oluruq. Əsas elə birinci biz bununla başlayaq. Ümumiyyətlə bu müharibənin şiddətlənməsinin əsas səbəbi nə oldu? İkincisi, məsələn, NATO'nun zirvə toplantısı keçiriləcək. Bu Ukrayna tərəfi ümumiyyətlə hansısa bir formada orada Trumpdan ən azından uğurlar qazanmış kimi gedib oradan Trumpdan və yaxud da ki NATO'dan nələrisə ən azından əldə etmək istəyirmi deyə, yəni bu proses bu həddə gəldi çatdı. Və bir maraqlı informasiya da ondan ibarətdir ki, məsələn, Rusiya prezidenti aerokosmik qüvvələrin komandanına sərbəst əməliyyatları sərbəst icra etmək ən azından tapşırığı verilib. Siz nə görürsünüz? Bu müharibənin bu formada şiddətlənməyi və daha da alovlanmağı hara qədər gedəcək və sahədə nələrini şahid olacaq? Çox sağ olun. Hər halda NATO samitinə burada demək olar ki, Rusiya da hazırlaşırdı, Ukrayna da hazırlaşırdı. Və təbii ki, hər iki tərəf göstərmək istəyirdi ki, öz gücünü göstərərək bu ya digər formada NATO samitində Rusiya-Ukrayna müharibəsi ilə bağlı yəni hansıdırsa qərarlar formalaşmasına daha doğrusu təsir göstərmək məqsədi daşıyır. Hətta Putinin də Trumpla telefon danışığı da bir daha Trumpa Rusiyanın mövqeyini və bununla bağlı Rusiyanın bu müharibə ilə bağlı gələcək planları haqqında açıqlama və yaxud daha bölüşməsini demək olar daha doğrusu. Və təbii ki, orada müəyyən şərtlər olmamış olmaz ki, Rusiya hansı hallarda danışıqlar masasına otura bilər. Çünki ən çox Trump'ı maraqlandıran bu məsələdir ki, hansı şərtlərlə Rusiya danışıqlar masasına oturacaq. Mənə elə gəlir ki, Rusiyanın danışıq masasına oturma şərtləri heç də dəyişməyib və bununla bağlı Rusiyanın rəsmiləri öz fikirlərində dəfələrlə dediyi kimi indi də bu saat bunu davam edirlər bu formada demək. Və bu da onu göstərir ki, Rusiya hər halda cəbhə bölgəsində üstünlüyünü belə deyək ki, yenə də saxlanmasının davam edir və əlbəttə hal-hazırda gedən proseslər çox təhlükəli proseslərdir. Təhlükəli proseslər ondan ibarətdir ki, Rusiyanın dərinlikdə olan obyektlər qurulur
ve daha doğrusu vurdurulur, belə demək olar. Ve tabii ki bu hedefler Ukrayna'da formalaşan hedeflerdir. Bu hedefler koalisya tarafından müəyyənləşdirilib, kəşfiyyat aparılıb ve en optimal şekilde hedeflerin vəziyyəti, ora gedən yolları vesaire ve ilahi orada olan engelleri hesaplanarak Ukrayna'ya hazır demek olar ki marşrut verilir. Ve onlar da sadece ben diyerdim ki Ukrayna arazisinden Rusya'ya karşı istifade olunan zərbə vasitələridir. Ancak bu zərbə vasitələrin ve hedeflerin hazırlanmasında, onların koordinatların çıkartmasında, onların peyk dəstəyində, onların hedefe çatması zamanı harda hansı hava hücumundan müdafiə sistemleri, onların belə deyək, zonaları, sərhədləri, boşluqları vesaire rejimi, bunlar hamısı əlbəttə qiymətləndirərək artıq hazır qərarı krokilərlə bağlı verilir Ukrayna'ya. Ukrayna da öz arazisindən o obyektləri zərbə indirir. Bunun təhlükəsi ondan ibarətdir ki, mən düşünmürəm ki, Rusiya buna sadə yanaşacaq. Bugün artıq Ukraynanın və dünən vurulan zərbələr, ondan əvvəlki bir gün, 2 gün öncə vurulan zərbələr artıq əvvəlki zərbələrdən daha da belə deyək, dağıdıcı effektə malik olan nəticələrə gətirib çıxardır. Məsələn, ayın 6-sında vurulan zərbələrin bəzi məlumatlara görə 35, bəzi məlumatlara görə 29 balistik raket atılıb. O balistik raketlərin biri də hava hücumundan müdafiə sistemləri Ukraynanın belə deyək ki, zərərləşdirə bilməyib. Bu da onu göstərir ki, artıq doğrudan da Zelenskinin narahat ettiği Patriot raketlərin Ukraynada verilməməsi ilə bağlı və yaxud gecikdirilməsi ilə bağlı məlumatlar öz əksini tapır. Dronlar isə 300'den yukarı drone gösterilir. O dronların demək olar ki, belə deyək, hardasa 50'ye yaxın drone geçmesi ilə bağlı məlumat var. Və dronlara qarşı biz bilirik və bunu biz Ukraynada çox böyük işlər aparılır və dronlara qarşı onların mübarizəsi yetərli qədər inkişaf eləyib və biz bunu İran, ABŞ və İsrail belə deyək münaqişəsində də gördük. Hətta Zelenski çıxdı dedi ki, yani bütün Amerika'ya hətta öz təklifini, yardımını təklif elədi. Və bu da onu göstərir ki, doğrudan da Ukraynada dronlara qarşı və təbii ki, Rusiyadan buraxılan dronlar, onlar elə İran dronları təxminən bir-birinə yaxın belə deyək ki, texnologiyada olan vasitələrdir. Və təbii ki, bunlara qarşı Ukraynada çox böyük nəticələr əldə olunur. Ona görə də hələ ki dronları vura bilirlər. Ancaq ki hava hücumundan müdafiə sistemləri bərpa etməsi bu böyük bir məsələdir. Əlbəttə əldə vəsait ayrıla bilər. Ancaq dollarlar bunlar hələ Patriot deməkdir. Patriotları istehsal etmək üçün istehsal müəssisələrin imkanları olmalıdır və Patriotlar bir zaman tələb eləyir onları istehsal etmeye. Belə olduğu halda bugün değerli tamaşaçılar da bu hafta malumatsız değiller. İster ABŞ, İsrail, İran münaqişəsində Patriotların və
Tomahawk'ların belə bir tipli raketlərin istifadəsi ilə bağlı artıq ABŞ kimi ölkə özü bununla bağlı müəyyən qərarlar qəbul etməli oldu, əlavə qərarlar qəbul oldu. Avropa özü indi bu saat hava məkanı nisbətən zəifləyib və Patriotları təbii ki, ABŞ-ın təzyiqi altında Ukraynaya verilib və indi bu saat Avropa özü Patriotların axtarışındadır. Biz bilirik ki, Polşada bununla bağlı müəyyən məsələlər qalxır ki, artıq Polşa belə deyək, prezident tək qərar qəbul edə bilməz, silahı belə deyək, xaricə verməsi ilə və bu da birinci növbədə Patriot raketlərin belə deyək, Ukraynaya verilməsi ilə bağlı yeni məlumatlar var. Bu məlumatlar da əlbəttə Polşanı müəyyən bir şəkildə narahat edir, əhalini narahat edir. Hətta indi Polşa rəhbərliyinə müəyyən bir iradlar tutulur ki, onlar bu addımı ataraq Polşanın hava hücumdan müdafiə sistemini, məkanını zəiflədiblər. Yəni bu proseslər niyə mən bunu sadalayıram? Yəni Ukrayna ola bilsin ki, bir müddət hava hücumdan müdafiə cəhətindən problemlər yaşasın. Və Rusiya da bunu bilərək, bunu görərək əlbəttə bu baskını daha da çoxaldır. Bu həm cavab kimi qəbul olunur, həm də ki, mənə elə gəlir ki, cavab olmasa da Rusiya bu boşluğu hiss edərək artıq balistik raketləri, yadımızdadırsa bir arada balistik raketlərdən istifadə olunurdu. Onları Zelenski belə çox belə yəni şəkilində, yəni özünə məxsus şəkilində biz onları vururuq, balistik raketləri belə elədik, elə elədik. Yəni indi bu saat artıq o boşluq hiss olunur. Təhlükə bir də nədən ibarətdir? Təhlükə ondan ibarətdir ki, Rusiya hiss olunur ki, artıq siz dediyiniz kimi aerokosmik komandanlığına demək olar ki, sərbəst hədəfləri seçməyə və hədəfləri hədəfləməyə imkan, yəni artıq bu icazəsini verib. Digər tərəfdən mən yenə də əsas təhlükə ondan ibarətdir ki, mən düşünürəm ki, Rusiya əgər dərində olan obyektlərini yetərli qədər qoruya bilməsə, ola bilsin ki, primitiv nüvə silahından istifadə, taktiki səviyyədə nüvə silahından istifadəsi istisna olunmur. Hamısına aydındır ki, Ukrayna bir poligon kimi istifadə olunur. Hamısına aydındır ki, başda ABŞ olaraq, Avropa Birliyi olaraq, indi ABŞ müəyyən bir şəkildə Avropa Birliyinin arxasında müəyyən bir gizlənmək istəyir. Sadə dillə desək ki, Rusiya ilə diplomatiya belə deyək, əlaqələrini pozmamaq üçün. Və bütün bunlar Rusiyanı zəiflətməkdir. Rusiya da nə qədər zəifləyəcək? İndi bu saat benzin problemi, dizel problemi, yəni yay fəslidir, kənd təsərrüfatı və s. Yəni bütün təsərrüfatlar indi maksimum bundan istifadə edirlər və mən düşünmürəm ki, Rusiya hələ ancaq balistik raketləri atmaqla, nüvə başlıqsız bununla belə deyək razılaşacaq. Çünki onların da sayı məhduddur. Digər tərəfdən balistik raketlərin sadə, yəni belə deyək, nüvə başlıqsız, sadə başlıqlarla, döyüş başlıqları ilə istifadəsi, bu demək olar ki, çox belə deyək, savadsız bir addımdır. Mənə elə gəlir ki, bu balistik raketlərin atılması və bunların hədəfə vurulması Rusiyanın nüvə silahının öncə onların hədəfə düşə biləcəyini sınavdan çıxardır.
Diğer taraftan gösterir ki biz bugün bu başlığı nüve başlıksız atırıp gelen defa olabilsin ki bu nüve başlığıyla olsun. Ve bu ancak bu hem NATO sammitinde de aparılan bu meselelere müəyyən bir təsir kimi hamısına aydındır ki nüve başlığı olan ülke nüve başlığından onu ne için saklıyor bu nüve başlığını? O nüve başlığını bu kadar ne için belediye istisal edip ambarlarda saklamak için değil ki bu. Ve Rusya'ya hansı formada daha baskın olmalıdır ki o nüve silahından istifade eylesin. Daha Sibir'e kimi gedib çatır artık ateş vasitələri. Yani Rusya'da da ümumiyyətlə mən deyərdim ki bugün nüve silahı olan orduların Rusya'nın özünde de hiçbir iri miqyaslı əməliyyat, yani demek istedim ki divizya seviyesinde olan əməliyyatlar, hatta alay seviyesinde de olan əməliyyatlar nüve başlığı yani nüve silahının istifadesiz təlimler de keçmir. Bütün təlimlerde, indi akademiyada biz okumuşuq, bütün təlimlerde nüve silahının istifadesiyle o təlimler keçir. Nüve silahı olan ülkeler için adi silahlar, bunlar nüve silahını desteklemek için, yani esas zərbə təbii ki dağıdıcı ve esas hedefi sıradan çıkardan nüve başlığıdır. Nüve başlığıdır silahlar. Bunlar artilleriyada da var. Hatta ben diyeyim ki tapancanın böyle güllesine kimi nüve başlığıyla olan gülle var. Yani bu formada da var. Bu elbette o çok yayılmayıp, çok geniş. Ancak mesela artilleriya sistemlerinin demek olar ki hamısında nüve başlığı olan mermiler nəzərdə tutulub. Raketlerin demek olar ki hamısında nüve başlığıyla nəzərdə tutulub. Bu Kiyev'e atılan balistik raketlerin %100'ü nüve başlığıyla nüve başlığı olan raketler var. Eğer bunlar təlimler zamanı bu formada aparılırsa ve bugün niye problemler biraz yaranır adi silahlarla? Bilirsiniz, adi silahlarla hiçbir təlimler keçmir. Bütün təlimler nüve silahın tətbiqiyle keçir. Ve bu təlimler zamanı hərbiçilər, büyük komandanlar vesaire ve ilahi bunları qiymətləndirərək, bu imkanları qiymətləndirərək hansı hədəfə, hansı vasitə ilə vesaire, hansı nəticələri qiymətləndirərək qərarlar qəbul edir. Ukraynada gedən müharibə isə tam bugün muasir muharebeden demek olar ki uzak bir muharebedir, farklı bir muharebedir. Şimdi dronlar biz deyirik, dronlar bumu var, ne bileyim hansısa robotlar bumu var. Ancak bu muasir muharebenin bir elementidir. Muasir muharebeler ancak nüve silahın tətbiqiyle aparılan muharebelerdir ve nüve silahıyla bağlı yani sınavlar da onun için geçirilir. Belarusya ve Rusya strateji belə deyək seviyede nüve silahı olan belə deyək təlimlər də keçdi, biz gördük. Bunlar hələ belə deyil ki. Bunlar hamısı bunun üçündür. Ve mənə elə gəlir ki bugün artık Ukrayna eğer Rusya'nın daxilinə bundan sonra da Rusya onun karşısını almağa çətin. Rusya da başa düşür ki, yenə də deyirəm, bu sırf Ukraynanın gücüyle değil, bu müstakil bir imkandan istifade etmir. Bilir ki Ukraynanı bu hedefleri vurduranlar var. Ve tabii ki yine de Rusya'nı zayıflatmak için bunu vururlar. Rusya da cevap verir, Ukrayna'nın şehirlerini, obyektlerini vesaire dağıdır. Zelenski de aydındır ki idare olunan bir devlet rehberidir. Eğer bugün Avrupa ülkelerine gelip
sade dillen desek, belki de bu biraz etik qaydalardan qıraqdır. Ancaq sade dillen desek, pul dilenirse, hansı formada olur olsun, hansı səbəbləri gətirsə də, ancaq xaricdən gəlirsə döyüşür, gəlmirsə döyüşə bilir. Sade dillen desek. İster pul olsun, ister silah olsun, ister sursat olsun, ister ne olur olsun. Eğer bunu Zelenski'ye verirlerse, deməli Zelenski o verdiği belə deyək, verdiği qüvvələrə onların sifarişlərini yerinə yetirmək. Bunu eləməsə Zelenski'nin belə deyək, gözlərinə bizim belə sadə dildə belə bir şey var da, aşık olup ona o silahları vermirlər ki. Və yaxud o hələ belə bir bahanedir ki, Avrupa'nın təhlükəsizliyi Ukrayna'dan başlayır vesaire. Bugün heç yer təhlükəsiz deyil. Eğer 3000, 4000, 5000, 10.000 kilometre raketler gedib hedefi vurabilirlerse, hansı təhlükə, Ukrayna hansı formada Avrupa'nın təhlükəsizliyi təmin edebilecek ki, eğer Avrupa'nın her hansı bir şehirine, her hansı bir ülkesine balistik raketler çatabilirse ve dünyanın her yerine balistik raketler çatabilir. Ona göre bunlar sadece bir bahanedir ve Rusya'da olabilsin buna son koymak için artık belə deyək, radikal şekilde bu adımı atmasına çok yakındır. Bugün Rusya kanalların belə deyək, talk show'da siyasetçiler, siyasi ve hərbi ekspertler elə bir program yoktu ki, orada Rusya'nı belə deyək, rəhbərliyinə nüvənin tətbiqi ilə bağlı taktik seviyede vesaire niye istifade olunmasın sualı verirler. Ve bu sual hele belə ortaya çıkmır. Ve ona göre de ben düşünürüm ki bu sualı Rusya'nın devlet seviyesinde verilir ki buna artık kulaklar vermiş olsun ve haricde ve dahilde ve tabii ki Rusya'da bu planları var ki o ya bu şekilde bundan istifade eləsinlər. Bəli, çox maraqlı yerə toxundunuz. Məsəl üçün Peskov səhv eləmirəmsə qeyd elədi ki, biz bilirik ki, yəni bu təkcə Kiyevin işi deyil, konkret olaraq ölkələr paytaxtların adlarını çəkdi ki, bu ölkələr yəni koordinatları bunlar verirlər və yaxud da ki, bunların arxasında hazırda Ukraynanın arxasında onlar dururlar və biz bilirik ki, Rusiya bu yəni işğal prosesinə başlayanda bunu xüsusi əməliyyat adlandırmışdı və zamanında hətta bunu müharibə deyənləri Rusiya daxilində belə bir vətəndaşları həbs edirdilər. Amma artıq Rusiya məsələn prezidentin köməkçisi və Peskov açıq şəkildə bildirir ki, artıq bu müharibədir. İndi sual burada belə çıxır ki, Rusiya xüsusi əməliyyatı total müharibəyə keçirərsə nə dəyişəcək? Yəni bir çox insan, Azərbaycanda bir çox insanlar yəni xüsusi əməliyyatla total müharibənin həqiqətən də o qədər də ciddi fərqində deyirlər. Amma siz bunu açmağınızı istəyərdim ki, xüsusi əməliyyatdan total müharibəyə keçərsə biz nələri görəcəyik? Xüsusi əməliyyat xüsusi belə deyək məhdud bir şəkildə aparılan bir əməliyatdır, belə desək. Və bunun xüsusi olması da ondan ibarətdir ki, Rusiya əldə olan bütün vasitələrdən istifadə edir. Məsələ səfərbərlikdən getmir ki. Bəlkə heç səfərbərliyə ehtiyac olmayacaq. Baxın, indi əgər nüvə başlıqlı mən danışan kimi əgər istifadə etsəydi öz imkanlarından səfərbərliyə ehtiyac olardı mı? Yox. Ukrayna belə yer üzündən silinərdi. Ancaq bu Rusiyanın planlarında bu yoxdur. Ona göre de bu xüsusi əməliyyat sayılır. Xüsusi əməliyyat ona göre sayılır ki, Rusiyanın qarşıda qoyulan belə deyək ki, o münaqişəni ortaya çıxan səbəblər nə idi? 3 səbəb var idi də orada. Biri natsizmə qarşı, biri bloklara qarşı, biri de ki Rus dilini sıkıştırmasınlar. Bu 3 şeyin üstünde bu münaqişə demek olar ki başladı. Bugün de bu söylenilir. Başka bir şey yoktu ki. Bu 3 şeyi eğer bugün hel eləsələr münaqişə dayanar. Ancaq
bunda maraqlı olan qüvvələr və xaric qüvvələr birinci növbədə bu münaqişənin uzanmasına belə deyək, xidmət eləyən addımlar atırlar. Və bunların məqsədi tam başqadır. Və bunların məqsədi ona görə də bugün Ukraynanın bu vəziyyətə salıblar və bundan sonra da davam eləyirlər. Avropa üçün iki Slaven ölkəsi bir-biri ilə toqquşub, bir-birini darmadağın edirlər. Yəni, gəlin tarixə baxaq. Bəyəm Avropa indiyə kimi Slavan ölkələri ilə neçə dəfə vuruşub? İndi bu saat isə iki Slavan ölkəni baş-başa nətər qoyaraq öz hədəflərinə nail olurlar. Bundan yaxşı şərait harda var? Müharibə ya Almaniyada getmir, Fransiyada getmir, indiyəki kimi oralarda, yəni o formada gedirdi. İstər Napolyon olsun, istər belə deyək, İkinci Dünya müharibəsi olsun. Bunlar kimə qarşıydı? Bunlar Slavan ölkələrinə qarşıydı. İndi bu saat isə bunların belə deyək, apardığı siyasəti nəticəsində hibrid müharibələrin müəyyən bir hədəflərə nail olaraq, indi mən onu hibrid müharibələr bir qısaca şəkildə desəm, bir neçə mərhələdən ibarətdir. Biri informasiya sahəsinə sahib olmaq və bununla insanların belə deyək, beyinlərini müəyyən bir şəkildə dəyişmək. İkinci yerlərdə, ikinci mərhələ yerlərdə vəzifəli şəxsləri qoyaraq onları böyütmək, yəni onlar yavaş-yavaş belə deyək, aparıcı nazirliklər və s. və ilahi və sonra da birinci şəxsi qoymaq. O birinci şəxs qoyandan sonra əgər qarşıda qoyulan məqsədlərə dinc yolu ilə, apardığı siyasəti ilə, belə deyək, hədəfə və yaxud məqsədə nail olursa, bu dinc yolla keçir. Yox, əgər bunun üçün müharibə və yaxud münaqişə lazımdırsa, hibrid müharibənin son mərhələsi o müharibə eləyərək həmən o hibrid müharibəni belə deyək, formalaşdıran zamanca bunu bu səviyyəyə gətirib çıxardan artıq onu qaynar fazası ilə ancaq qarşısında olan məqsədləri yerinə yetirir. Bugün də biz onu görürük. İki Slavan ölkəsi Rusiya və Ukrayna baş-başa vurublar və orada nətər deyirlər, bunların ikisini də darmadağını, ikisini də zəiflətməsini, ikisini də belə deyək, tarixdə bundan sonra illər keçəcək, onlar hələ düşmən qalacaq. Bundan belə deyək, nəticəli münaqişə bəlkə də onların yuxusuna da gəlməzdi. Bunun arkasında duranların. İndi də bu saat təbii ki, indi əgər Rusiya artıq bunu müharibə deyərək, indiyə hələ əməliyyat kimi, xüsusi əməliyyat kimi gətirir. Və xüsusi əməliyyat olduğundan onlar bütün imkanlarından istifadə etmir. Əgər bunlar artıq bunu müharibə kimi qəbul eləsələr, onda müharibədə bütün vasitələrdən istifadə olunacaq və biz nəticəni çox faciəvi şəkildə demək olar ki, onun təsirlərini bəlkə də o sərhədlərdən qat-qat qıraqda onun təsiri hiss olunacaq. Və bugün NATO samitində də Rusiyanın bu addımı atması, Peskovun bu sözlərin deməsi onu mütəxəssislər çox yaxşı qiymətləndirir. Xüsusi əməliyyat və yaxud müharibə. Bunların arxasında nə durur? Və Peskovun bugün NATO belə deyək, samitindən öncə bu fikri bu formada səsləndirilməsi elə-belə deyil. Yəni, xüsusi əməliyyatdan müharibəyə keçməsinin sərhəddindəyik. Ya siz hansısa qərarlar, düzgün qərarlar qəbul edib bu prosesi müəyyən bir şəkildə masa arxasına gətirəcəksiniz və bu xüsusi əməliyyatla da bitəcək. Ya da ki, əgər bu davam eləyərsə, artıq o qırmızı xətt deyən xətt keçəcək və artıq o qırmızı xəttdən oyuna müharibə başlayacaq. Müharibə başlayanda da biz müharibə aparan ölkə kimi bizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Onsuz da dünya hamısı bilir ki, Rusiya demək olar ki, bir koalisiya ilə döyüşür və o koalisiyada 56 ölkə belə deyək, iştirak edir. 56 ölkə ilə döyüşəndən sonra yəni və bunun
sonunu görməyəndə biraz belə deyək, bəzən Zelenski bu indi informasiya sahəsi %100 demək olar ki, Ukraynanın xeyrinədir və bugün Zelenski nə deyir, hamısı onu elə bir qıraqdan baxanda əgər biraz mütəxəssis olmayan adi adamlar der ki, Ukrayna sabah gəlib Moskvanı alacaq. Yəni Zelenskinin sözü ilə oturub dursa. Ancaq ki, vəziyyət tam başqadır və vəziyyət çox təhlükəlidir. Və ona görə də mən düşünürəm ki, Rusiya prinsip cəhətdən istəmir bu qırmızı xətti keçsin. Çünki sabah Ukraynanı işgal eləsə də o arazilər heç kimə lazım olmayacaq. Əgər orada nüvədən istifadə eləsə və s. və ilahi. Onun sonraki belə deyək prosesləri mən bu saat açıqlamaq istəmirəm. Ancaq ki, mən demək istəyirəm ki, bu səsləndirilən fikirlər, müharibə artıq sözü bu gələcəkdə hansı faciələri yol açacağını haqqında bugün olunan xəbərdarlıqdır. Əgər yadınızdadırsa, bu münaqişə başlamamış Putin xəbərdar etmişdir və hətta vaxt vermişdir ki, əgər bu vaxta qədər bu məsələ biz lazım olan cavab almasaq, biz hansıdırsa bu addımlar atacağıq. İndi də bu saat bu növbəti xəbərdarlıqdır ki, əgər bu münaqişənin artıq xüsusi belə şəkildə aparması Rusiyanı qane eləmir. Və belə olduğu halda Rusiya müharibə elan edib, müharibə elan edən tərəf də bütün imkanlarından müharibə aparmaq üçün istifadə etməli olacaqdır. Və Avropa, məsəl üçün, onu düzgün qeyd edirsin, ümumiyyətlə Ukrayna ərazisi sanki bir poligondur və 56 dövlətin dəstəyi var faktiki olaraq və bu poligonda Rusiya ilə əslində bir koalisiyanın döyüşünü şahid oluruq. Amma bir də Avropa ölkələrinin özünün bir xüsusi narahatlığı var ki, məsələn, onlar qeyd edirlər ki, Rusiya ilə hansısa bir formada toqquşa bilərlər və yaxud da ki, Rusiya təkcə Ukrayna arasında yox, digər istiqamətlərdə də toqquşa bilərlər. Misal üçün, Baltikyanı, məsəl üçün, Belarus prezidenti qeyd elədi ki, biz müharibəyə qoşulmaq istəmirik, bugünkü açıqlamasıdır. Amma bizi məcbur eləsələr, biz də müharibəyə qoşulacağıq. Yəni, faktiki olaraq müharibəyə qoşulmaq istəyənlərin də sayında bir ən azından artım biz. Yəni, Lukashenko bir yerə qədər sanki dirəndi, artıq onu da hansısa bir formada ola bilsin prosesə qoşdular. Baltikyanı məsələsi var, Rumıniya məsələsi var və yaxud da ki, Polşa faktoru var ortalıqda. Ümumiyyətlə, siz necə görürsünüz? Avropa ilə Rusiyanın toqquşma ehtimalı nə qədərdir və bu proses nə qədər dərinləşə bilər? Və çox maraqlıdır ki, Türkiyəyə patriotu satmayan ölkələr və yaxud da ki, artıq Türkiyənin, məsələn, mən baxıram, NATO'nun baş katibi də olsun, Avropanın bir çox rəsmiləri də olsun, Türkiyə ordusundan, Türkiyə ordusunun gücündən falandan danışmağa başlayıblar. Sanki nələrəsə ehtiyacları var kimi və yaxud da ki, ola bilsin, özlərində ola bilsin şəxsiyyət çatışmazlığı var və yaxud da ki, Türk ordusunu onlar özləri üçün hansısa bir formada istifadə vasitəsi kimi görür, bilmirəm. Yəni, onu anlaya bilmirəm. Amma ümumi götürsək, bu sizcə Ukrayna ilə yekunlaşacaqmı, yoxsa bu toqquşma başqa istiqamətlərə də gələ bilərmi? Bilirsiniz, belə deyək də, əyri oturaq, düz danışaq. Belə bir söz vardır. Yəni, Avropa bugün müharibədədir Rusiyanın. Sadəcə Avropa əskəri yoxdur orada. Avropanın nəyi yoxdur orada? Bir dənə əskəri. Bunu var. Texnikası var. Sursatı var. Digər yardımlar göndərilir. Avropanın əskəri də var orada. Ancaq başqa bir formada. Elan edilməmiş əskəridir. Muzlu şəkildə və s. və ilahi. Bəyəm nətər olmalıdır Avropada? Sadəcə bu müharibə Avropa arazisində getmir. Bu müharibə Ukraynanın arazisində gedir. Belə götürsə, Ukrayna da Avropaya daxildir. Yəni, arazi baxımından ancaq birliyə daxildir. O ki qaldı, bundan sonra məsələlər nətər inkişaf etməsi yenə də, gən də deyirəm, Avropada öz başına deyil. Avropanı da bu idarə eləyən bu proseslərdə hələ bizim hörmətli ABŞ-dır. Və ABŞ da bunu niyə eləyir? Bu təbii ki, Avropanı
bir hədəf kimi mən istəmirəm bunu açıqlayım, dəfələrlə demişəm. Orada olan məqsədlərə nail olub Avropa ilə bağlı. Onu belə deyək, mənimsəyib Avropanı. Rusiyanı Avropa vasitəsilə zəiflətmək istəyir. Niyə? Ona görə ki, onun hədəfi Çindir və Çin də belə deyək, Rusiya bugün birləşməkdədir çox məsələlərdə və bu birləşmək onların daxilində olan dostluqdan irəli gəlmir. Onların ikisinin də yəni başqa bir ətrafda güclü dost olmadığından bu iki belə deyək o qədər də bilirik də indi Çinin belə deyək niyyətləri Rusiya ilə qarşı ərazi baxımından və s. və ilahi. Rusiyanın Çinlə baxımından ehtiyatları. Bunlar həmişə olub və bugün də var. Ancaq bugün ümumi təhlükənin qabağında Çinlə Rusiya birləşməlidir. Şimali Koreya birləşməlidir. İran birləşməlidir. Yəni burada başqa bir koalisiya yaranır. Bu dünyada, tarixdə həmişə. Və belə olduğu əlbəttə bugün Rusiyanı zəiflətmək çox vacib bir belə deyək, hədəfdir, məqsəddir. Ona görə ki, nə qədər güclü Rusiya olsa, o qədər də Çinə dəstək güclü olacaq. Və yaxud gələcəkdə bu proseslərdə müdaxilə etmək üçün güclü olacaq. Ancaq bugün məsələn Rusiyanın belə deyək, Avropa ilə bağlı hansısa addımların atılması əlbəttə Avropanın siyasətindən asılıdır. Biri var ki, münaqişə qurtarır, sanksiyalar aradan qaldırılır, ticarət bərpa olunur və s. və ilahi. Belə olduğu əgər siyasi şəkildə bu addımlar, bu istiqamətdə, bu formada davam eləsə və bunun istəyən Avropa Birliyində olan bütün ölkələrdə müxalifət bu siyasətlə çıxış edir. Və getdikcə də onların gücü artır bundan bağlı. Yəni Rusiya ilə yaxınlaşmaq, Rusiya ilə ticarəti bərpa eləmək və s. və ilahi. Rusiyanın bu cəhətdən imkanlarından istifadə etmək məqsədi kimi səsləndirilir. Və belə olsa əlbəttə demək olar ki, heç bir Rusiyaya təhlükə yoxdur. Yəni bu proseslər sülh şəklində, dinc şəklində gedəcək. Deyim ki, bugün Rusiya ehtiyacı var Avropanı işgal eləsin, onun araziləri və s. və ilahi, yəni yetərli qədərdir və Ukraynanın da 25%-ni işgal eləyib, genişlənib, strateji belə deyək, təbii sərvətlər olan və s. və ilahi, indi bunları mən sadalamaq istəmirəm, Rusiyanın əlindədir. Onun indi bu saat belə deyək, harasa soxulmağı, Avropanı ələ keçirməsi və yaxud nəticə eləmək, onun neyinə lazımdır? Gəlin açıq danışaq. Ona lazımdır bu? Yox. Ona görə də hər şey Avropanın siyasətindən asılıdır. Əgər Avropa Birliyi kimi sabah Rusiyaya təhlükə yarada biləcək şəkildə siyasətini davam edərsə, onda əlbəttə Rusiya hansısa addımları atmalı olacaq. Buna profilaktik deyirlər. Bir xəstəlik gələndə əvvəlcədən hansısa nəyi eləyirsən ki, sən o xəstəliyə yoluxmayasan. Sən bilirsən ki, o xəstəliyə yoluxa bilərsən və sən addımlar atırsan. Bu da belə. Əgər hansısa doğrudan təhlükə olacaqsa, 5 ildən bu fakirsə, onu oturub gözləmək 5 ildən gəlib bizə nəticə eləsinlər, bu ağılsızlıq olar. Və təbii ki, müəyyən bir addımlar atılacaq. Ona görə Avropanın siyasətindən asılıdır, Avropanın Rusiyaya qarşı addımlarından asılıdır və Avropa əgər müharibə istəyirsə, müharibəni alacaq. Yox, istəmirsə, Rusiya müharibə etmək üçün, belə deyək, qarşıda hələ bir məqsəd qoymur. Onun siyasətində bu yoxdur və bu məntiq üstündə biz bunu, belə deyək, qursaq, bunda bu məntiqsizdir. Əgər Avropa dinc, yəni
Mən dediyim kimi Rusiya ilə yaxınlaşmaq istəyirsə ticarəti və s. var idi də, var idi. Bu münaqişəyə qədər var idi. Normal yaşayırdılar və heç bir problem yox idi. İndi bu saat o var idi. O vəziyyətə qayıtmaq istəsələr, o siyasətə qayıtmaq istəsələr, mənə elə gəlir ki, belə yox, əgər başqa bir belə deyək, tutaq ki, Ukraynanın saxladığı yerdə təmas xəttində və yaxud Ukraynanın qaldığı hansı belə deyək də nəzərdə tutaq ki, dayandı bu münaqişə. Ancaq Ukraynanı Avropa başlayacaq, yəni yeni müharibəyə hazırlamağa Rusiya ilə onu dayanıb baxmayacaq ki, haçan bunlar güclənəcək, haçan bunlar ayağa qalxacaq, haçan bunlar nəsə olacaq. Sonra mən sanksiyalarla boğula-boğula mən nə etsə gözləməliyəm. Deyir, nətər deyərlər, belə bir şəkildə əlbəttə hər bir ölkə öz təhlükəsizlik strategiyasından irəli gələn addımlar atılmalıdır. Və sonda biz həm də nəyin şahid oluruq? Amerikanın, Avropa İttifaqının Cənubi Qafqazda da Rusiya ilə bir rəqabət içərisində olduğunu görürük. Eyni zamanda Orta Asiyada da. Məsələn, bir çoxları qeyd edirlər ki, Rusiya ümumiyyətlə bu istiqamətdə də, yəni hansısa bir formada təzyiqlərini artıra bilər. Yəni, təbii ki, bu öncə siyasi formada alınmayacaqsa, yəqin ki, bunu hərbi bir yönə gətirib tökə bilərlər. Ümumiyyətlə, siz necə görürsünüz? İstər Cənubi Qafqazda, istər Orta Asiyada bu rəqabət müharibəyə gətirib çıxarda bilərmi? Müharibə ümumiyyətlə nədir? Müharibə siyasi məqsədləri dinc yolla həyata keçirilməyəndə güc variantının tətbiqidir. Və təbii ki, Rusiyanın maraqları Rusiyadan belə deyək ki, bütün böyük ölkələr kimi Rusiyanın maraqları Rusiyadan postsovet məkanında Rusiyanın maraqları var və bunu gizlətmir Rusiya və digər birinci növbədə Rusiya maraqlıdır postsovet məkanında. Niyə? Birincisi postsovet məkanında birinci növbədə Rusiyanın sərhəd olan ölkələrdir. Və təbii ki, orada gedən proseslər Rusiyanı belə deyək, beganə saxlaya bilməz. Nətər olur ki, ABŞ tutaq ki, deyir ki, Cənubi Amerikaya heç kimin, nətər deyərlər, bizim icazı sadə dinləndirəndə, bizdən icazəsiz hansısa başqa bizə qarşı siyasət yürüdə bilməz. Bu ilə baxın nə edir? Niyə? Çünki onlar Amerikaya yaxın olan və ölkələrdir. Biz Venezuela'da gördük nə oldu. Yəni bunlar təbii, yəni bunlar hər bir böyük ölkənin özünün böyük ambisiyaları var. Və kimsə ki, dünyada balaca və yaxud nisbətən balaca ölkələr tam şəkildə belə deyim, müstəqildir, bu heç vaxt olmur. Hər şey hansıdırsa bu formada gedir. Ona görə də əlbəttə Rusiya öz maraqlarını qorumaqda davam edəcək. İndi o maraqlar təbii ki, mən deyirəm ki, postsovet məkanında hər yerdə və Ermənistanda baxın, hansı proseslər gedir. Yəni, Gürcüstanda olsun, baxmayaraq ki, orada biraz belə yəni radikal şəkildə və yaxud hansısa formada, ancaq ki, yenə də Gürcüstan öz coğrafi belə deyək vəziyyətini, digər şeyləri tarazlayıcı siyasət apararaq öz həyatını bu belə deyək qaynar bir ölkədə. Azərbaycanı götürək. Azərbaycan da siyasətini bu çətin devirdə heç nəyə qoşulmayaraq müəyyən bir şəkildə öz maraqlarını qorumağa çalışır. Ona görə də burada istər Rusiya ilə əlaqələr olsun, istər başqa yerlə olsun, istər Ermənistanla əlaqələr olsun. Yəni bunlar bizim bugünkü maraqlar çərçivəsində bunu eləyir. Rusiya ilə məsələsində yenə də deyirəm, hər şey asıllıdır Rusiyaya, Rusiyanın maraqlarının təmin edilməsində. Biz bu haqda danışmışdıq bir arada. Biz bilirik ki, Çin
Rusiya, ABŞ öz arasında öz maraqlarının sərhədlərini müəyyənləşdiriblər. Bəli. Mən deyərdim ki, bu ölkələrdən bəlkə də mən məsələn sayıram, bəlkə də biraz bu mövzudan qırağa çıxacağıq. Ancaq ki, mənə elə gəlir ki, burada mən Çinin siyasətinə belə deyək, heyranam. Nə mənada? Çin öz sərhədlərindən qıraqda hansısa münaqişədə iştirak etmir. Və o bütün xərclər hansı ki, harasa yönəldilə bilər, o daxili potensialın zənginləşdirməsinə qoyur. Məsələn, ABŞ 350 milyar Ukraynada belə deyək, maliyyət dəstəyi. O 350 milyar ABŞ öz daxili potensialın zənginləşdirməsinə qoysaydı, baxın orada hansı proseslər gedərdi. Avropanı götürək. Avropa indi bu saat 90 milyar Ukraynaya verməklə qərar qəbul edir. Ancaq o 90 milyar Avropanın daxilində, bugün bilirik hansı çətinliklər çəkirlər, daxilində zənginləşdirmək üçün istifadə olunsaydı, orada həyat nətər dəyişərdi. Çin isə öz siyasətində baxmayaraq ki, 1 milyard yarım əhalisi var və s. və ilahi, öz daxili potensialını yüksəltməklə məşğuldur və sadə dillə desək, hər kətiyini daxilə yönəldir. Qırağa investisiyalar qoyursa da, o investisiyalardan gətirən faydanı daxilində istifadə edir. Və bugün bir dənə Tayvan məsələsi var da, Çin belə deyək, müəyyən o, belə deyək, yarı münaqişə belə bir səviyyəsində olan. Ancaq ki, belə baxsaq, Çinin imkanları bugün bəlkə dünyanın yarısında öz maraqlarını göstərməyə imkanı var. Hələ bir dənə Panama məsələsində baxaq, ABŞ nətər deyərlər, Panama ilə bağlı qərar qəbul edir. Çin çox da orada nətər deyərlər, bununla bağlı hansısa qaynar fazaya keçən addımlar atmadı. Çünki bunlar hesablayır ki, mən burada bunu göğe soğurmaqdan isə, mən bunu sadə dillə deyirəm, daxili potensialımı zənginləşdirməyə yönəldərəm. Ona görə mən bugün Çinin siyasətinə heyranam ki, Çin hər şey həm öz xalqının rifahını yaxşılaşdırmaq üçün və öz daxildə potensialı iqtisadiyyatı belə deyək, daha da gücləndirmək üçün, daha da inkişaf etmək üçün addımlar və hər bir belə deyək, vəsaiti ora xərcləyir. Hansısa müharibələrə, hansısa münaqişələrə və xərcləmir. Məsələn, Ukrayna fonunda 30-dən yuxarı milyard Ukraynaya sərf edilibsə, Rusiyada təxminən o qədər, ya onun yarısı qədər xərcləyir. Baxın, nə qədər pul Ukrayna ərazisində, poligonda görə soğurur. Və indi bu saat bəzilər onu hesablayır ki, gəlir hara getdi? Gəlir soğuruldu, bax o müharibələrdə. Ona görə Çinin belə deyək, siyasəti əlbəttə bugün bəlkə də dünyada ən düzgün və istiqamətləndirilmiş siyasətdir. Rusiya isə mən düşünürəm ki, öz maraqlarını qorumaqda davam edəcək və biz bu maraqların qorumasını, münaqişənin əgər sonu hər halda düşünürəm ki, bu il bəlkə də arzumuzdur ki, bu ildən oyuna keçməsin. Əgər bu münaqişə bu il artıq tamamlansa, mənə elə gəlir ki, biz onun maraqlarını qorunması üçün daha belə ciddi addımları atmasını görəcəyik. Niyə? Ona görə ki, Rusiyanın ətrafında olan ölkələrin Rusiya maraqlarının möhkəmləndirilməsi vacibdir ki, Rusiya öz təhlükəsizlik və yaxud bufer zona deyək və yaxud nə deyirsik deyək, yəni o formada o öz maraqlarını orada təmin eləməklə yəni siyasətini bu formada istiqamətləndirəcək. Təşəkkür edirəm bəy. Ətraflı demək olar ki, bütün istiqamətlər üzrə ətraflı ən azından təhlil etdiniz məsələlərin hamısını. Minnətdarım bir daha.
Sağ olun. Sağ olurlar. Evet. İzləyicilərə təşəkkür edirəm ki, vaxt ayırdılar, bizə baxdılar. Sağ olun, var olun.